Best FM radyosunun izləyiciləri və tamaşaçıları yaxın günlərdə bir şikayət ərizəsi daxil oldu və şikayət ərizəsində bildirildi ki, vətəndaşın sənədləri hər biri qaydadadır, lakin birinci mərtəbədə olan vətəndaş daima bu vətəndaşları incidir, onlara təzyiq edir və deyir ki, burada olan zirzəmi onun evin altında olduğu üçün ona məxsusdur. Lakin bütün sənədlərin hər birini araşdırdıq. Sənədlərin hər biri vətəndaş, sahibkar vətəndaşa məxsus olduğunu öyrəndik və sahibkar vətəndaş da iddia etdi ki, bunu ambar olaraq istifadə edəcəkdir. Hal-hazırda təmizlik işləri gedir. Bu sujeti çəkməkdə məqsədimiz odur ki, birinci mərtəbədə olan vətəndaş bu vətəndaşı heç bir əsası olmadan incidir və biz Best FM radyosu olaraq hazırıq ki, digər vətəndaşın da qarşılıqda olan vətəndaşın da şikayətini qəbul edək və onun iddiasını işıqlandıraq. Əgər doğrudan da sənədlər o birinci mərtəbədə olan vətəndaşa məxsusdursa, zəmə ona aiddirsə, bunu da işıqlandırmağa və bunu da əsaslandırmağa hazırıq.